öyrənmək istəyirəm. Siyasətlə məşğul olmaq Azərbaycanda, ümumiyyətlə ictimai, siyasi, həqiqi məşğul olmaq riskli məsələdir və həbslər, işgəncələr, təqiblər sanki adi bir şey kimi bu adamların taleyinə yazılır və bununla üzləşən adamlara yaxınları, doğmaları bəzən bilərəkdən, bəzən bilmərəkdən belə tövsiyəni verirlər ki, başu sal, həyatı yaşa da, yəni sənə lazım idi bu. Öyrənmək istəyirəm, həbsxana kontingentində dəmi şərlənən qeyri-siyasi adamlar olur? Yoxsa ancaq bu siyasilərin taleyinə yazılan bir yazıdır ki, heç bir cinayət eləməsən də səni şərləyib ədalətsiz hökmlərlə həbsxanaya göndərəcəklər. Yəni, təbii ki, ola bilər, dünyanın hər yerində ola bilər. Say etibarilə nə deyə bilərsən, yaxud da faiz etibarilə qeyri-siyasi adamlar arasında da şərlənən, eləmədiyi cinayətə görə məhkumlar varmı həbsxanalarda? Var deyəndə, yəni əksəriyyəti, hətta mən deyərdim %85%, %95% civarında insanlar zaten şərlənmiş insanlardır. Yəni bu rəqəm siyasiləri deyirik. Yox, siyasilərdən getmir söhbət. Ümumi məhkum kütləsinin, yəni mənim gördüyüm məhkum kütləsinin ümumi %85-%90%-i hər hansı bir formada şərlənmiş və yaxud da etmədiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb olunan insanlardır. Onlar bir qismi hansısa xırda məmurla savaşır və yaxud da kimsə, yəni məişət zəminində şərləyir və s. və ilaxır. Bir qismi də əksəriyyəti də əgər bu elə bir tutaq ki, belə deyim, bir cinayət eləyib, məsələn, bunun cinayəti göstərir 0-dan 3-ə. Bu adam bunu nəzərə alaraq bu riskə gedib 0-dan 3-ə eləyəcək, törədəcək bir cinayəti eləyib, yüngül bir cinayət eləyib. Amma həmin o cinayəti elə bil ki, tutaq ki, bunun üzərində tutaq ki, 1 qram bu narkotik istifadəçisidir. Bu adam artıq xəstədir. Yəni narkotik xəstəsidir, narkomaniyadan əziyyət çəkir. Bu adamın üzərində 0,5 qram və yaxud da 1 qram narkotik var. Bu adam bilir ki, bu 1 qrama görə buna qandal verə bilərlər, buna azadlığa buraxa bilərlər, sutkalıq verə bilərlər və ilaxır. Amma buna 5 il, 10 il iş verəsi deyirlər. Amma elə olur ki, bu 1 qramı bunun üstündə tuturlar və yaxud da heç tutmurlar. Bilirlər ki, bu narkotik istifadəçisidir. Bunu narkotik satan kimi qeydiyyata alıb, yəni heç bir faktora da istinad eləmədən adamı 8 il, 9 il şərləyib atırlar içəri. Bu özü də əslində bir yükləmədir. Bu özü də əslində bir şərləmədir. Yəni zaten konstitusiyada və yaxud da cinayət məcəlləsində nəzərdə tutulan şeyi vətəndaş bilir. Əgər bilirsə buna uyğun olaraq bir addım atır. Yəni bu qanunvericiliyi bir işə yaramayacaqsa, insanları istədikləri formada şərləyib içəri atacaqlarsa, bu cinayət məcəlləsi, cinayət prosesual məcəlləsi, inzibati xətalar məcəlləsi və digər məcəllələr nə işə yarayır? Yəni nə üçün yazılır? Nə üçün insanlara həqiqət kimi, qanun kimi bunu sırayırlar? Yəni mən öz gözümdən gördüklərimi deyirəm ki, yəni həbsxanada 85%, 90% insanlar bilavasitə şərlənmiş və yaxud da haqsızlığa məruz qalmış insanlardır. Vəhşət. Bu cavab dəyərli tamaşaçılar ona görə əhəmiyyətlidir ki, Azərbaycan hakimiyyəti bütün avtoritar rejimlər kimi cəmiyyəti siyasətləşməkdən uzaqlaşdırmaq üçün mən dediyim fikri deyir. Yəni siyasət təhlükəli şeydir. Başını sal aşağı, həyatını yaşa. Canlı şahid sizə dedi öz dili ilə, dünən də bunu biz eşitdik aşağı yuxarı ki, siyasətə qarışmasanız belə o şər gəlib sizi yaxalayır. Emalatxanada da, velosiped sürəndə də, qoyun otaranda da, yəni bunu bilmək lazımdır ki, nə qədər ki sistem düzəlməyib, qanunlar işləmir, kiminsə iradəsi ilə, rüşvətlə işləyir, orada siyasətdən lap gedib dağın başında da kənarda qalsan, bir gün səni bax bu şəkildə şərləyib, işgəncəyə də məruz qoyurlar, mülkü də əlinə alırlar və s. və ilə axır. Bu